Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, inşallah ben bugün size bruderi neynə ve necə dezinfeks edirəm. İnşallah sabah mənim broiler cücələrimi gətirəcəklər. Sifariş etmişəm. Cücələri, yəni bu brudere salmamışdan qabaq bəzi tədbirlər görmək lazımdır. Birinci tədbir odur ki, dəyərli izləyicilər, bir neçə aylardır mən bu bruderi işlətmirəm. İçini qəşəng təmizləmişəm. Yəni elə təmizləməlisiniz ki, içində olan peyinlər qalmamalı. Yəni toyuqların, cücələrin peyini qalmadı. Çünki mən dəyərli izləyicilər 8 ildən çoxdur ki, öz təsərrüfatımda dezinfeksiyanı potaşdan istifadə edirəm. Dəyərli izləyicilər, potaşdan da necə istifadə edirik? Gördünüz, bu potaşdır. Deməli 2 dənə çay qaşığı belə götürürsünüz və bura boşaldırsınız. 2 dənə çay qaşığı 1 litrə tam besilir və yaxşıca qarışdırırsınız. 5 dəqiqə gözləyirsiniz. O orada biraz həll olur, qarışdırırsınız. Dəyərli izləyicilər, onu da sizə deyim ki, potaşı istifadə etməmişdən qabaq dəyərli izləyicilər, mütləq tibbi əlcəkdən istifadə edin. Və əgər sizdə dərman vuran və ya su vuran varsa, ondan istifadə eləməyin. Çünki onlar ucuz deyil, bahadır. Bundan istifadə edin. Bu 1 manat 50 qəpik indi. Çünki dəyərli izləyicilər, potaş nəyinə istifadə elədinsə, hansı bir su vuranla, dərman vuran istifadə etsəniz, o potaş oradakı rezinləri xarab edəcək. Amma bunu xarab etsə də o qədər bahalı bir şey deyil, tullayarsınız. Dəyərli izləyicilər, potaşı istifadə edəndə tibbi əlcəkdən istifadə edin və mütləq ağzınıza maska taxın. İnşallah mən də bu bruderimizi istifadə etməmişdən qabaq potaşla dezinfeks edin. Bax belə dəyərli izləyicilər, inşallah sabah sifariş etdiyimiz broiler cücələrini gətirsinlər. Allahın izni ilə saxlayaq. Birinci gündən inşallah kəsimə qədər sizinlə bərabər olacaq. Allah'a əmanət olun.